Şərur rayonu kartof istehsalında Muxtar Respublikanın əsas bölgələrindən biridir. Bu ildə fermerlər yüksək məhsuldarlıq əldə etmək üçün məhsuldar toxum sortlarından və müasir becərmə üsullarından istifadə ediblər. 2026-cı ilin təsərrüfat ilində Şərur regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əhatə etdiyi rayonlarda ümumilikdə 561 hektar kartof əkilmişdir ki, bunun da 539.2 hektarını Şərur rayonu, 1.7 hektarı Kəngərli, 20.8 hektarı isə Sədərək rayonunun payına düşür. Fermerlərimiz yüksək məhsul sortlarında istifadə etdiyi üçün hektardan hardasa məhsuldarlığımız 40-50 sentinərə qədər yüksəlmişdir. Buna misal olaraq Arizona və çempion kartof sortlarını göstərə bilərik ki, bunların da məhsuldarlığı hər hektardan 40-50 tona qədər verə bilir. Hazırda sahələrdə yığım işləri davam etdirilir, toplanan məhsul isə xüsusi saxlanma şəraiti olan soyuducu anbarlara yerləşdirilir. Əkilən kartof sahələrinin 50%-ə qədər çıxarılmışdır və bunlar da davamlı olaraq anbarlara yerləşdirilir ki, bu məhsulda yerli əhalimizin yerli məhsullarla keyfiyyətli və yerli məhsullar təmin olunması və qiymətlərin də sabit saxlanmasına öz töhfəsini verəcək. Saxlanma prosesində temperatur və rütubət rejiminə xüsusi nəzarət olunur. Bu isə kartofun uzun müddət keyfiyyətini itirmədən qorunmasına imkan yaradır. Soyuducu anbarlar həm fermerlərin məhsulunu təhlükəsiz şəraitdə saxlamasına, həm də bazara məhsulu məhəlləli şəkildə çıxarılmasına şərait yaradır. Bu illərdə 70 hektara qədər kartoşka əymişik. Hal-hazırda yığım davam edir. 3000 tonla soyuducu anbarımız var. 1000 tona qədər məhsulu anbara tədarük eləmişik. Avqustun axırına qədər yenə tədarük davam edəcək. Həm öz məhsulumuzu, həm digər qonşu kəndlərdən də bura yəni kartoşka gətirirlər. Tədarük edirik. Qış ayları Muxtar Respublikanın bazarlarına, Azərbaycan rayonlarına göndəririk. Qeyd edək ki, Şərur rayonu üzrə ümumilikdə 32 soyuducu anbar fəaliyyət göstərir. Bu anbarların ümumi tutumu 9255 ton təşkil edir. Hazırda rayon üzrə 5000 tona yaxın kartof soyuducu anbarlarda saxlanılmaqla qış mövsümü üçün tədarük olunub. Heydər Məmmədov, Tərlan İbrahimova, Rahib Babayev, NTV Xəbər.